izlemeyi çok özlediniz. Hiç sanmıyorum. Şaka şaka. Salam kızlar, şikəst tripodumla videolara devam edirəm. Çünki alıramsa qəşəngini almaq istəyirəm. Qəşəng tripod üçün də qəşəng pul lazımdır. Bir dəqiqə bunu bağlayayım. Manyak qıza baxmağı çox sevirəm. Çoxdan da video çəkmirdim. Axır ki o video perilərim gəldi. Günlərdir tək tənhayam. Sabah yanıma qızlar gəlirlər, çox şükür. Düz öz evimizdə qalan qızlar yox, bizim qonşu qızlar girib getmişlər. Sadəcə Bakıda işləri olduğu üçün gəlirlər və mənimlə bir yerdə qalacaqlar. Bilmirəm artıq axşam qalacaqlar mı yoxsa gedəcəklər. Nəysə artıq iki insan üzü görəcək. Bunun da xoşbəxtliyini yaşayacaq. Əslində təkliyi çox sevən bir insanam, həddindən çox, amma bu qədər də yox da, yəni. Saçıma başıma baxmayın. Bu dəqiqə evə girmişəm, işdən gəlib, üzümü yummuşam, bütün makyajım falan hamısı qarışıb. Makyajlarkən səhər həmişə qəlbimdən tuş vurmuşdum. O da qarışdı və çox bərbad bir gün keçirdim. Az qala zəhərlənirdim deyəsən pomidordan. Dünəndən hardasa axşamüstü 7-8 arası idi. Özümə küçük sendviçlər elədim. Sendviç dərkən yəni çovdar çörəyi, pendir, xiyar, bir də pomidor var idi. Yəni başqa heç nə yox idi. Dedim işdə yeyərəm, əlavə heç nə pul verməyim, işdəyim. Həm də yəni işdə nəsə alıramsa mütləq hazır bir şeylər alıram. Xaçapuri idi, nə bilim pizza dilim falan. Marketdən Megastore var yanımızda oradan. O da yəni başdan ayağa kalori idi. Diyetdə falan deyiləm. İnşallah bu həftə başlayacağam. Bu videonun da başlanğıcı elə bir şeydir. Yəni salat eləyəcəm. Çoxdan da keşfetimi salmayan bir dənə salat var. Ərinirdim, eləməyə dedim. Hazırda videoda çəkməyə bir bəhanə olsun. Onu da eləyək. Bir də yadıma çox pis qrinki düşüb. Hazır qara çörəyim də var. Həmişə sevgilim. Həmişə dərkən 2-3 dəfə falan yemişik. Sifariş eləyək. Ona görə bugün onu eləyəcək və kondisionerin qapağında durmuşam. Telefonum zərfdə olduğu üçün burada durmuşam. Açılışı burada eləyirəm. Oradan işıq düşür, çox pis düşür şey. Çok pis düşür ama eləyəcək. Başqa çaremiz yoxdur. Biraz zarat qıyasın, mən də bu şeyləri yer eləyim. Bir yerdə qrenki və salat hazırlayaq. Danışacağım mövzular var. Əslində 3-4 gün əvvəl bir video yükləmişdim. Görənlər gördü, görməyənlər şansını kaybetti. Tam ağzınıza layıq dedikodulu bir video yükləmişdim. Sadəcə həddindən çox çirkin bir video idi, ona görə də sildim. Yəni elə insanların nə həyatımda heç səhifəmdə, kanalımda belə yer olmasın da, yəni elə insanlara. Ona görə o məsələni qısa və konkret sonra yemək bişirə-bişirə danışacağam. Dünyada necə rezil insanlar, dünyada yox, öz ətrafımda necə rezil insanların olduğunu görəcəksiniz həqiqətən. Məncə bu hamının ətrafında var. Artıq əvvəl arxadan iş çevirirdilər, indi özümüzə. Çox içindəyəm, yəni şoklar içərisində qaldım. Mən danışacağım ətraflı onu da. Belə, başqa iş nə? Saçıma da fikir verməyin, xarici görünüşümə də fikir verməyin. Axudum yoxdur. Həmişə video çəkməzdən əvvəl kameranı silməyi unuduram. Tripodumu da götürdüm, gəldim bura. Yemək yapacağız beraber de bu saç olmadı. Hiç bilmem ki kızı kadar nazik tripod. Tatlım ben çok dolandı. Ay Allah, telefonu oldu. Bu saç kalmadı, güzel. Yıkandı bütün saçlarım. Yaş. Ben boş kalmadı. Gözler senden sürmesin benden. Bunu kapıdan biraz daha top istiyorum. Bu ne? Nasıl olacak? Geçen olacak. So. Oldu. Demek, ay bunun içinde su var yemiş. Bize lazımdı ne? Şöyle kara çöreğimiz. Hemen kara çöreği. Suya ne kadar tuz verirdik. Kendi denici uzattım. Böyünü alacaktım. Elimde yük var. Ona göre almadım. Yine böyle bir şey aldım. Tuzlar falan gelse dedim çaya bir şey olsun. Çünkü hiç ne koymamıştım. Evdeki şirniyak yemeyeyim diye. Sadece kofi içirdim. Hiç ne daha. Ama evden diyesen toz göndermediler bana. Çünkü 100 defa demişim. Atamın adı. Atamın adı olmuştu. Ona göre dedim ki buzhanaya koyun, dondurun, gönderin. Ben bilmiyorum. Xarab olsa da yiyeceğim. Buradan bir hissəsini götüreceğim, bir hissəsini saklayacağım. Çünkü ilk dəfə eləyəcəm badımcan və toyuq salatı. Birdən pizza olsa heyifdir. Yudum, biraz da duz əlavə edib qoydum qaynamağa. Yeməyi eləyəndə çıxa bilmirəm. Çünkü telefonu bura falan tartışdırmalıyam. Və tripodum normal işləmir. Tripod almadan yani birinci ve axırıncı video oldu bu böyle. Çünkü çok vaxtımı aparır. Hər dəfə orası açılır, düşür, qopur, bir şey olur. Yaxşı. İndi nə yeyək? Sosu hazırlayayım da. Sos dediğim yani sarımsakla mayonezi karıştıracağım birbirine. Şeyde reseptinde yazmış. Bu sarımsağı bir ilde işledim. O kadar değil. Her defa bir dilim. Mayonez, sarımsağı rendeleyeceğim. Böyle bir kabım var. Həddindən çok saklama kabım var. Gedəndə hamısını atıracağım anlama. Keçək mövzumuza. Deməli nə olmuşdu bacımsılar? Haradasa bir neçə ay əvvəl bizim nişanlığımızdan sonra bir dənə hesab Səma Məlikova adlı səhifə mənim sevgilimə yazıb salam falan. Bu da birbaşa mənə dedi. Əslində ondan da əvvəl o mesaj elə bir çoxdan yazılıb. Sadəcə istekləri yeniləyəndə o isteklərə gəlib düşür. Və onun o isteklərini mən yeniləmişəm. Çünki elə bir nə deyirlər, özəllik gəlmişdi ki,
əvvəl sənə gələn bütün isteklər keçmişdən bu yana çıxır hamısı. Mən də çıxardım. Hamısı yəni lazımsız mesajlar idi. Instagramda da yəni həm qız, həm oğlan yaza bilir də, yəni salam necəsən falan. Heç tanımadığım insanların hamısını sildim birbaşa. Onsuz da mən heç bir mesajı qəbul etmirəm, silirəm həmişə. Bu turaçda da yoxladım bunu. Normalda bizim bir-birimizə səhifələrimiz yoxdur. Niyə də olsun? Uşaq deyilik ki, yəni. Belə bir problem də yoxdur. Verərik, verməsin. Sadəcə lazım deyil. Yəni məsələn, məndə hamısı xanımlardır. Bəlkə o xanımların nişanlıları ya da sevgililəri onların səhifəsində var. Yəni məsələn, mən bunu düşündükcə əsəbləşirəm biraz və istəmirəm ki, eyni şeyi mən də onlara eləyim. Düzdür, yəni turaç kimə baxacaq? Zaten hər kəs tanıyır, hər kəs kənddən olduğu üçün elə bir problemim yoxdur. Prosta da yəni yenə də. Hər nəysə, mən dedik ki, hesabda nəsə bir şey gözünə çarpdı mı? Yəni şübhəli bir şey. Dedim yox. Sən demə, o mesajların hamısı çıxmayıbmış. Qalan mesajlar mən onun səhifəsindən çıxandan sonra ortaya çıxıb. Dedim zaten şübhəli bir şey görsəm, xəbərin olardı da yəni. Neysə elə bir tema oldu, belə bir qız yazıbdı. Mən heç vecimə də almadım. Dedim Instagramda da yazıb da yəni kim bilir nə üçün yazıb. Boş ver. Hətta demişdim deyəsən bloka at. O da məndən dirəşib ki, bu sənin hesabındır mı? Sən məni yoxlayırsanmı? Ya da deyir oğlanlardan kimsə bəlkə deyir mənimlə mırtdaşır falan zarafat üçün. Dedim daha orasını bilmirəm. Bunu buradan keçirməliyəm. Dedim daha orasını bilmirəm. Ay Allah, yəni telefonu tərpətməliyəm. Hə, все, güzel. Bu şeyler düşünür, neyse daha. Dedim orasını bilmirəm dedim, amma mən deyiləm də. Mən elə uşaq oyunlar eləyirəm ki, eləsəm 2024-də eləyərəm də. Yəni sevgili olduğumuz vaxtlarda ilk tanışdığımız 2023-dən eləyərəm, 2024-də eləyərəm. Təzə vaxtlarda eləyərəm. İndi niyə eləyirəm də? Yəni lazımdır mənə. Mən də çox eləmirəm, yəni niyə elə bir şey eləyim ki? Mən ona güvənirəm zaten. Neysə belə bir şey oldu, mənə dedi. Dedim boş ver, mən heç vecimə almadım. Sonra yine geçen gün biz görüntülü danışırdık. Deyir ki kız mənə hello yazıb. Hello. Mən də çox hello deyirəm. Yəni məncə o avtomatik ona görə mənə dedi ki, şeydə hello yazıb. Yəni ki sən də çox hello işlədirsən. Bilmirəm o mənada məndən soruşdu bunu. Məncə bir dilin bəsdir çünki çox oldu. Sabah işə gedəcəyik. Ay. Belə bir şey. Çünki azır gedirəm. Məncə bu bəsdir. Bu qədər mayonez də bəsdir. Çox lazım deyil. Salata da qalmalıdır. Biraz tuz əlavə edeyim. Dedi ki, qız mənə hello yaz. Mən də ən nifrət etdiyim şeydir ki, gedib hansısa qıza yazım ki, sən niyə mənim nişanlıma yazırsan? Sanki yəni tək məndə varmış kimi, bu sevgili nişanlı falan. Yəni çox düşük hərəkətdir mənə görə, üzülürsən sözümə görə. Yəni çox barışçadır da. Bəzi qızlar amma heç sevgililərini bəziləri yazmadan gedib atlanıb da deyirlər ki, sən mənim sevgilimi takip atdın, nə bilməsə elədin. Bəziləri üçün o qürur verici bir şeydir, mənə görə utanc verici. Neysə bacışkalar, uzatmayayım. Mən qıza yazdım. Dedim, qoy görək yazaq nə istəyir bu qız. Yazdım ve çok mədəni surətdə yazdım. Benim orada ona dediğim tek bir söz var. O da dedim belki çoxuna yazırsınız. Sevgilimin Insta adını yazdım ki bunu nəzərdə tuturam. Sizlə danışıram. Yazmışam ki salam necəsiz? Size buna görə narahat eləyirəm ki, yəni dirəşib aylardır sevgilimə yazırsınız. Dedim amma dedim kaş bir oya baxardınız. Çünki bir olsun uşaq o boyda ürək falan qoyubdu. Yəni mənə görə Instagramın kuralı odur ki, birisinin biosunda ürək varsa deməli onun münasibəti var. Yəni istər qız olsun, istər oğlan olsun bence ona yazılmamalıdır yəni. Mən çörəkləri qız bulmalıydım. Çörəkləri qızdırmalıyım. Bir saniye. Bunu geçiririm bura. Koydum tabak üstüne şöyle geldim. Dedim ki bura Instagram'da belki bir iş olsun. Dedim ki bura Instagram'da yani herkese yazabilir. İşte de belki de hiç tanış, belki de yok ben %100 bilirdim ki o tanış değil. Hansı tanış kız, hansı kənddən qız, yəni hamı da bilir ki nişanlanmışıq da, toyumuza qalıb 4-5 ay. Neyse. Dedim yəqin Instagramda kimdir də, güya az da elə qız var, yəni profil şəklinə görürlər, bəyənirlər, yazırlar. Mən buna pis baxmıram. Oğlanın həyatında heç kim yoxdursa, hər kəs hər kəslə danışa bilər. Mən yəni elə düşünürdüm ki, bu mənə deyəcək ki, hə bilmirdim, üzürlü say, heç üzürlü say deməsini də gözləmirdim. Deyəcəkdi ki, bilmirdim, mən deyəcəm heç nəsə bağlandı, indi bildin. Nəsə elə oldu, yazdım mən buna, dedim belə də yəni dirəşib aylardır yazırsınız, amma dedim ən azından bir bioya baxardınız da. Yəni bu insanın həyatında biri var ki, ürək sancaq falan yazıb uşaq burada şey qoyubdu bioya. Mən qarşı dedi ki, hə bir də orada söz soxdum ki, yəni bəlkə çoxlusuna yazırsınız. Sevgili beyefendi yazdı. İyi insan yapımızda. Dedim bəlkə çoxlusuna yazır, bəlkə aşk o. Dedim bəlkə çoxlusuna yazırsınız. Sevgilimin Instagram hesabı, yəni bu hesabdan söhbət gedir də. Amma dedim bilərək yazırsınız da bu qədər yumuşaq olmayacam. Mən yazdı ki, salam. Ya sevgilinin biosunda, ya alnında yazılmayıb nişanlı olduğu, belə də ki, heç vecimədə deyil. Yazılsa belə, yəni vecimədə deyil. Başqa. Sual işarəsi. Yəni deyir ki, istəyirsənsə bir oya nişanlıdır ya da alnına nişanlıdır yazdır, vecimə deyil deyir. Mən də dedim ki, bir də üstünə arsızıq. Dedim, ay kənar mahallə gülü.
Ben dedim sənin səviyyəmə uyğun danışıram, amma dedim sənin səviyyənə də çox qəşəng enə bilirəm. Yəni enmişliyim də var sizinkilərin səviyyəsində. Bunu niyə burada danışıram? Keçən dəfəki videoda çox uzun bəzi şeylər danışmışdım. Dedim yenə mənim başım zibilə girəcək, problemə girəcək. Yəni mənim başım olan yenə mənə olacaq. Olsa yəni qaralanmağa bəhanə axtarırım. Efsonun kaos dolu mutfağına xoş gəldiniz. Başlığı belə qoyacağım. Efsonun kaos dolu mutfağı. Dedim yəni həm bir yaxınım da dedi ki, sil məncə. Yəni çox danışıbsan sən orada, lazımsız məsələlərdə çox danışıbsan, sil dedi, problem olacaq, ona görə sildim. Amma ki, mən istəmirəm ki, məsələ belə bağlansın. Ona görə də burada şirin, tatlı sözcüklərlə danışmağa çalışacağım. Nəysə, mən dedim ki, bir də üstünə arsızlıq falan. Qız hanımın, xanım demək də istəmirəm. Xanımcığazın arsızlığından gedir. Həm kiməsə xəyanət edib, yəni biz bir araya gəlməmişik. Biz normal yollarla danışıb tanış olub, hətta 5-6 ay falan bizim tanışlıq dövrümüz olub. Ondan sonra biz qərar vermişik. Yəni bir yola başlamağa. Bunu kiməsə açıqlamalı deyiləm, sadəcə sizə ardıcıllığı deyirəm. Bunu da niyə danışıram? Bu hər kəsin başına gələ bilər həqiqətən. Çünki mənə görə böyük bir şeydir. Yəni sən yemə, içmə, fake hesab yığ, mənim nişanlıma yaz. Yəni Turac sənə cavab verirsə deməli, normal cavab yazsa, sən yazmısan salam necəsən, o yazsa ki, yaxşıyam sən necəsən, deməli sən o mesajlarla gəlib məni vuracaqdın. Sən o mesajlarda deməli bizim aramızı bayağı yəni vuracaqdın. Mən bunda başqa niyyət görmürəm və bilmirəm bu kimdir. Məncə düşünürəm ki, yəni hələ bir söz deyir, amma mənim saf düşüncələrimi, yəni tam olaraq öz düşüncələrimi desəm sizə, məncə hər hansı bir ərgəndir kənddən və məni çox yaxşı tanıyan bir ərgəndir. Boş bekar qalıbdı. Yəni dünya üçün xeyirli bir şey eləmək yerinə TikTokda, Instagramda sülənir səhərdən axşama kimi. Yəni belə bir şeydir. Yəni bilmirəm. Bəziləri deyir ki, bəlkə Turacdan xoşu gəlir. Yəni xoş gəlmək hər kəsin həqiqətən xoşu gələ bilər, amma bir zəhmət nişanlı birisindən gəlməsin də, yəni. Mən uca artıq özümü necə ifadə edeyim? Yəni ki, belə mərdimazarlar çoxdur. Evdə oturduğum yerdə zibilə düşmək budur. Mən heç fikir vermədim, mən heç yəni vecimə də almadım ilk vaxtlar, amma yazıq uşaq deyir ki, bu mənə yazırdı yəni. Sonra Turac başqa dillə onunla danışmağa başladı. Sonra Turac da mənə blok atdı. Madəm ki, arxasında duracaq ürəyin yoxdur. Belə numaralara niyə girirsən də? Yəni fakt yəni qabağıma çıxacaq, üzümə deyəcək o ürək səndə yoxdur, o qız niyə də? Həm də mənim həyatımdakı insan sən kimi yoldan keçənlərə cavab verəcək olsa, mən onunla bir gələcək düşünərəmmi? Eynən o da həmçinin mənlə. Bilirəm, ətraf çox pisdir, həqiqətən çox pisdir. Mən gələcəyi üçün heç nə demirəm, amma hal-hazırda yəni mən öz münasibətimə də, münasibətdə olduğum insana da %100 güvənirəm. İndi deyəcəksiniz, onu tapdınmı? Tapmadım, vallahi tapmaq üçün də çalışmıram. Qızlar falan deyir, tap deyir, saçını başını yol. Manikürüm bozulur bebeğim. Heç yəni buna belə dəyməzsən. Mən elə düşür şeylər heç vaxt eləmərəm. Qalandakı hakerlə falan danışdı. Turac dedi ki 150 manat falan, amma dedi %100 əminlik vermirəm. Nömrəsinin axırı falan hər şey görünür. Dedi ki %100 əminlik vermirəm, yəni pulumuzun batma ehtimalı var. %100 əminlik vermədiyi üçün və bizim də mən razı olmadım, yəni yalan deyim. Çünki ona 15 manat belə çoxdur. Yəni elə bir rezil insana görə 15 manat belə küçəyə atmağa dəyməz. Yəni qiymətim budur da, 150 manatlıq ömrüm var, başqa da heç nə. Qoy bir bekarçılıq olsun, bizim bu başımız filan bu işlərdən açılsın. Rahat-rahat, könül rahatlığı ilə 10 sənə səhifəndən QR kodundan tutmuş hər şeyi götürmüşəm. Nə vaxt istəsəm o səhifənin nömrəsini tapa bilərəm. Həqiqətən sadəcə dəymirsən. O qiyməti dəymirsən. Belə bacışqalar, belə bir şey oldu yəni evdə oturduğum yerdə. Belə rezil insanlar var və təəssüf ki o insan mənim öz ətrafımdandır. Bilmirəm kimdir. Öz ətrafımdandır. Yəni çünki birbaşa mənə sancdı da. Yəni elə bil ki mənim ona yazacağım anı gözləyirmiş ki sancsın. Bilmirəm kimin quyruğuna basmışam. Babat basmışam amma bu qədər kinləndiyinə görə. Bugün mənim başıma gələ bilər, sabah Allah eləməsin sizin başınıza gələ bilər. Ona görə də yəni belə şeylərdən xəbərdar olun. Həyatınızdakı insan ona cavab yazmadığı müddətcə problem yoxdur. Yəni it hürər, karvan keçər. Hər zamanki atasözüm. Bizdə belədir. İt hürür, karvanda keçir. Sorun yox. Mən demirəm, hər kəsin həyatda səhvi ola bilər. Hər kəs haqda danışa bilir. Yəni bütün qruplar qaynayır dedikodudan. Adi bir dənə status paylaşdım, haralara getdi. Yəni mən demirəm danışmasınlar, danışsınlar. Hər kəs haqda danışsın. Biz də qızlarla danışırıq nəsə bir şey eşidəndə. Amma bir də var ki, oturub yeməyəsən, içməyəsən bir səhifə hazırlayasan və onunla nişanlı bir oğlana yazasan. Bu ancaq bekar bir qız ola bilər. Hər hansı bir evli ya da həyatında biri olan birisi inanmıram belə bir şey eləsin. Çünki ilk özünü yəni o da atmış olacaq. Məndən heç nə getməyəcək, Turacdan heç nə getməyəcək. Yazan sənsən, bu biabırçılığı edən sənsən. Yəni hesab vermən olan da sənsən. Həyatında biri olan bir insan belə bir şey məncə eləməz. Hər kimdirsə, yəni bilmirəm. Heç nə demirəm, yəni özü deyirlər, sən olduğun üçün zaten kaybetmişsin bu həyatı. Bu rezil bir xarakterə sahib olduğun üçün zaten sən 100-0 geri başlamısan bu həyata. Buna görə də yazıqsan valla. Heç nə deyə bilmərəm. Git tedavi ol və heç olmasa bundan sonraki həyatını anlamlı yaşa. Niyə belə danışıram? Çünki bilirəm ki videoları izləyir. Məni o qədər yaxşı tanıyan insan videolarımı da izləyir. Belə. Başqa da heç nə. Yəni mən artıq insanların pisliyinə bu qədər şok olmuşam. Yaxşı. Göstərim sizə çörəklərimi qızartdım belə. Qızartdım. İndi üstünə bu mayonezi, sarımsaqlı mayonezimi çəkəcəm. Üstünə də pendir rəndeləyəcəm. İnsanlar necə Allahdan da qorxmurlar, karmadan da qorxmurlar, özlərinin başına gələcəyindən də qorxmurlar. Mən kim haqqında nə düşünsəm də,
Həmişə, yəni heç vaxt ağlıma gəlməz ki, ay qoy bunu eləyim, onun həyatı dağılsın, ay qoy bunu eləyim, o küssün, onun üçün pis olsun. Siz neçənci əsrdə, hansı dövrdə, yəni siz hansı dünyada yaşayırsınız? Niyə qorxmursunuz sabah bir gün başınıza gələcək deyə? Niyə? Niyə qorxmursunuz? Danışsınlar, münasibətim haqqında danışsınlar, paylaşımlarımdan danışsınlar, danışılırlar zaten. Mən bunu qəbul eləmişəm, yəni mən YouTube çəkirəmsə, bura bu videoları hər kəsə açıq qoyuramsa, insanların dediklərini də ya göz ardı eləməliyəm, amma belə rəy kimi yazanda da nəzərə almalıyam. Yəni heç kimə kobud nəsə cavab yazmağa artıq mənim haqqım yoxdur. Mən bunları nəzərə alıb çünki paylaşıram. İstəmir, yəni nişanlım beyefəndi hələ də istəmir mənim çəkməyimi, evlənəndən sonra falan filan çək deyə istəsən. Amma mən istəyirəm. Yəni mən bu yola girmişəm, istəyirəm və burada artıq əksi keçən eləmirəm. Evimdə oturub yemək bişirirəm. Siz də bunu eləyirsiniz. Sadəcə mən paylaşıram. Bu qədər. Mənim çoxdan yəni buna həvəsim olubdu həmişədən. Nə edə bilərsiniz yəni? Nə vaxt həvəsim bitsə, bir də gördünüz ki, bağlamışam, yoxdur. Hesab yoxdur. Həvəsim bitənə kimi devam ki, mənim mənasız videolarıma məruz qalacaqsınız. Amma yaxşı yazanlar çoxdur həqiqətən. Həm mənim münasibətimə, həm videolarıma, yəni mənim xətrimi həqiqətən istəyən və səmimiyyətinə inandığım insanlar da var həyatımda. Amma ki bu artıq çox maraqlıdır. Deyirlər, yəni əsas özünü dostdan qoru. Düzdür, mənim bu qədər düşük səviyyəyə düşəcək dostlarım yoxdur, çox şükür ətrafımda. Düşmən deyir, hardan vuracağını bilmir, amma dostun hardan vuracağını çox yaxşı bilir. Zaten nə vura bilər ki, neyniyə bilər ki, dünya aləmin bildiyini neyniyə bilərsən ki, yəni. Nə qədər deyirəm, heç nəyə qarışmayacağım, heç nə deməyəcəm, məndən asılı deyil. Çünki nəsə deməyəndə çıxıb başımızın üstündə otururlar. Yəni, öyle başqasına, bugün mənə eləyər, sabah bir gün beyni çönər gedəcək, başqasına yazacaq. Bəlkə də yazır. Amma məncə bir qız özünü bu qədər alçaltmamalıdır. Nə olur olsun. Sən də əldə edəcəksən, yaxşı. Bizim ayağımıza soyuqluq düşdü, yaxşı. Sənə görə, hə. Nə oldu? Əlinə nə keçib? Çempionat şeyini qazandın, dünya çempionat kubokunu qazandın. Belə pendirləndələdim. İndi bunlara mayonezi sürəcəm və tavaya yerləşdirəcəm. Soba olsa daha yaxşı olardı. Bizim sobamız var, amma deyəsən qapı yoxdur. Ona görə balkondadır. Heç görməmişəm üzünü də. Böyle negatif şeyler paylaşıp əhvalını pozmaq istəməzdim. Amma ki, yenə deyirəm, paylaşmayanda onlara meydan açılır. Deyir, hə, bu susdu, o birisi də susacaq. Ay, gördün sən mənim susmağımı. Dua elə ki, kim olduğunu bilməyim. Son nəfəsimə qədər səninlə uğraşaram. Həqiqətən, zarafat eləmirəm. Əslində bir yandan deyirəm ki, mən necə tanıyan birisi deyə. Bu bilir ki, yəni mən bəziləri kimi sakit oturmayacağım da. Baxın, belə bir şeylər oldu. İndi qapağını bağlayacağım, o pendir əriyəcək. Yine ayağı koptu. Tərpətdim, ayağı koptu, getdi özündən. Düzəltmirəm daha. Nə olacaqsa olsun. Yanmasın, bir dənə pendir isinsin. Bunun qapağı hanı? Qapağını. Всё, bu birisini də eləyək. 6 dənə. Hə, belə şeylər görəndə bütün nəyim, nasriyam falan da ölür. Mən istəyirdim ki, yəni normal insanlar kimi, yəni paylaşımlar falan, maraqlı videolar. Amma ətrafım yılan, timsah dolu bacılar. Mən həmişə onu düşünürdüm belədir deyə. Hocam əmin oldum. Kimə güvənəcəyimi şaşırdım artıq. Neyse, ümid edirəm ətrafımdan birisi çıxmaz. Söyləyəcəklərim bu qədər. Geçen gün saat 4'te durup video çekmiştim. Sırf həmin civcivi rezil etmək üçün. Sonra da dedim yine bu benim başımda patlayacak burada. Arada qaynayan mən olacağım. Doğru söyleyeni 9 köydən kovarlar. Şey qutardı. Üzülmeye üzülürüm. Belə bir şey oldu. Grinklərim. İndi bunları yiyəyə kinoya baxacağım. O birislər də bitsin, sonra da salata keçəcəm. Sabah işe gidəndə götürməliyəm çünki. Diğerlerini tam ərimeden götürmüştüm. Bunlar da qəşəng əriyib. Neyse, bunlar qaldı sabah. Çünki mən uca doydum. Canlara bir dilim doğradım. İndi bunları kızartacağım. Orada da kadına baxıram. Bir də dünəndən bu da biber kızartmışdım. Bunu da əlavə edəcəm. Məncə bunların duzu çıxdı. Amma qaynar su tökmək istəyirəm üstünə. Çünki mən çox vaxt suda saxlayıram. Evet, su töktüm. İndi yuyup kızartacağım bunları. Toyuq ətim də bişəndən sonra toyuğu, biberi, badımcanı, biraz yaşıllıq, bir tikə sarımsak və mayonezi falan da karıştırdım. Mayonezsiz de bu arada qəşəng yeyilə bilər. Videonu bağladıktan sonra ağlıma geldi ki, mən sizə bunu gösterəcəydim. Mənim məzuniyyət deməyim də kiçək məzun olmuşam mən. Magistr müdafiəsi hədiyyəsi. Kayınmamı və Aypacın hədiyyəsi bilmənə sürpriz yapmıştı. İş yerine gelmişti kayınmamı için. Bir qaynası var, maşallah maşallah. Mənim istədiyim çantanı aldılar. Mənim istədiyim deyəcəksən ki, Allah'da xəbərim var idi mi? Yox. Sadəcə nişan üçün
çanta niye? Nişan üçün çanta seçəndə mən YSL topuqlu ayaqqabı almışdım. Bordo rəngdə. Mən onları çəkməmişəm ya. Uf. Heç nə çəkməmişəm mən nişan oyuncularımdan. O vaxt çünki YouTube'a koymaq kimi bir fikrim yox idi. Nişan videomda yarım çıxdı. Çünki YouTube'a koymağı düşünmürdüm. O yüzden yani. Yani böyle üstten çekmişim. Neyse YSL ayakkabılarım var. Çok bomba bir şeydi. Rayondadır. İnşallah toy falan olsa yerde giyinərəm. Onu da göstərərəm. Ona uygun çanta aktarırdım ama tam benim istediğim gibi bir şey. Ben gittim Stradivarius'tan aldım çantamı. O da çok qəşəngdi yani. Çok qəşəng uydu Xonçaya da. Çünkü o vaxtdan alınan tutup almışlar bana. Çok güzel ama değil mi? Qara donum var. O, bu çanta. Bir de bordo renkli YSL ayakkabılarımla. Yani toya falan bence çok güzel bir kombin olabilir. Teşekkür ederim buradan bir daha ikisine de. Gerçekten hiç gözlemedim. Deməli bunu sabah işe götüreceğim. Bunu da xalinə koyacağım. Kalsın. Biraz badımcanın acılığı var. Neyse bu videomuzda bu kadar. İzleyen herkese teşekkürler.